Bugünkü mövzumuz bərabərsizliklər bölməsinə gəlirik. Bərabərsizliklər bölməsində, məsələn, biz bilirik ki, böyükdür, kiçikdir, tutaq ki, kiçik bərabərdir, böyük bərabərdir və bir də bərabər işarəsini bilirik. Və bir də belə bir hal var ki, bərabər deyil işarəsi. İndi bunu ədəd oxunda necə göstərmək lazımdır, onu deyəcəm. Məsələn, tutaq ki, ədəd oxu çəkilir və ədəd oxunda tutaq ki, deyək, bu sıfırdır. Biz mənfi və müsbətləri keçdiyimizə görə sıfırı ortada yazırıq, mənfi və müsbətləri hər tərəfində qeyd edirik. Məsələn, 1, 2, 3, 4, 5, mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4 və mənfi 5. Bu uzun da ola bilər. Bir şey yadımızda saxlayırıq. Ədəd oxunda əgər böyükdür, kiçikdir işarəsi varsa, dairələrimizin içi boş olur. Amma böyük bərabər, kiçik bərabər işarəsi varsa, dairələrimizin içərisi də dolu olur. Aydındır? Məsələn, deyirik ki, bu ədəd oxunda deyirik ki, mənfi 2-dən böyük bütün həqiqi ədədləri göstər. Yəni, x böyükdür mənfi 2. Bunu necə yazıram? Mənfi 2-ni tapıram burada yerinə və böyükdür işarəsinə baxıram. Yəni, altından bərabər yoxdur. Ona görə yumruq götürürəm, içi boş götürürəm. Və mənfi 2-dən böyük, mənfi 2-dən yəni müsbətə doğru bütün ədədlər. Mənfi 2-dən böyük bu formada gedir. Yəni, sonsuza doğru gedə bilər. Aydındır? Bu aydındırmı? İndi məsələn, deyirəm ki, tutaq ki, x böyükdür 3. Yəni, bu nə deməkdir? 3-dən böyük və ya ona bərabər bütün həqiqi ədədlər. 3-dən böyük və ona bərabər. 3-ü götürürəm, amma içi dolu olur. Çünki bərabər işarəsi var. 3-dən böyük deyirsə, böyüyünü götürürəm. Kiçik deyirsə, məsələn, kiçik desəydi, əgər 3-dən kiçik bərabər, məsələn, x belə formada desəydi, yəni bunu düzəldim. Belə yox. Məsələn, x kiçik bərabər 3. 3-dən kiçik desəydi, məsələn, 3-ü dairəyə alacaqdım və sonsuza doğru gedəcəkdim. Aydındır? Məsələn, deyirik ki, x kiçikdir 1. X kiçikdir 1. Bu nə deməkdir? X kiçikdir mənfi 1 deyək. Mənfi 1-i dairəyə alırıq, amma içərisi boş olur. Adətən misallarda, testlərdə, summativlərdə ən çox çaşdırılan hissə bu içərisi boş və yaxud da dolu olmasıdır. Bərabərdini görmür, bunu götürür bunu və cavabla səhvə çıxır. Yəni, mənfi 1-dən kiçik deyirsə, sonsuza doğru gedirik. Aydındır? Və yaxud da deyir ki, 0-dan kiçik bərabər. 0-dan kiçik bərabər deyəndə, 0-ı içərisi dolu olur və kiçik bərabər gedirik. Aydındır? Əgər dairənin içərisi, nöqtənin içərisi, belə deyək, bu işlərin içərisi tam doludursa, bu nöqtənin koordinatı bərabərsizliyi ödəyir. Nöqtə rənglənməmişsə, yəni içərisi dolu deyirsə, bu nöqtənin koordinatı bərabərsizliyi ödəmir deyirik. Sonra başqa görək nə var? Burada qaydalar var, o qaydalara baxarsınız. A çıxsın B fərqi müsbət olarsa, A ədədi B ədədindən böyükdür. Yəni, A çıx B böyükdür, 0 olsa A B-dən böyükdür. Bu qaydalarda bunları baxarsınız. Yəni, diqqətli formada baxsınız, sırazı biləcəksiniz. Məsələn, gəlirik nə? Bərabərliyin xassəsi. Bərabərliyin xassəsi nə deməkdir? Məsələn, gəlirik. Tutaq ki, deyək, A böyükdür B olarsa, onda B kiçikdir A-dan. Bunu bilirdik də normalda. A B-dən böyükdürsə, deməli B də A-dan kiçikdir. Məsələn, ikinci qaydamız. A kiçikdir B olarsa, onda B A-dan böyükdür. Bunu da bilirdik. Sonra üçüncü qaydamızda nədir? Xassəmizdə daha doğrusu nədir? A böyükdür B olarsa və B böyükdür C olarsa,
onda A da C-dən böyükdür. A böyükdür B olarsa, B də böyükdür C olarsa, onda A C-dən böyükdür. Yəni bunların ən böyüsü A-dır. Dördüncü xassəmiz nədir? Dördüncü xassəmiz odur ki, A kiçikdir B olarsa və yaxud da B də kiçikdir C olarsa, onda burada B C-dən böyükdür. Yəni A C-dən kiçik olacaq, B C-dən böyük olacaq. Və yaxud da A C-dən kiçikdir. Bax, bunu belə də yaza bilərik. A kiçikdir C. Yəni bunu da belə yazam. Bu belə daha yadda qalar. Deməli, A B-dən böyük olarsa, B də C-dən böyük olarsa, A böyükdür C. Bu. Amma A kiçikdir B, B kiçikdir C olarsa, onda A da C-dən kiçik sayılır. Sonra, deyək, hər iki topların müsbət olduğunda, onların cəmi də müsbətdir. Yəni, bu hissəsini də kitaba baxaraqdan biləcəksiniz. Sonra, qalanların hamısı ədəd oxunda təsvirdir. Və belə bir şey də var. Bu görüm indiki dərsdədir, yoxsa irəlidəki dərslərdədir. Bir dənə ona baxım. Yəni, qısa olaraq bir dənə ondan nümunə göstərim sizə. Bilmirəm, əvvəlki dərsdədir, yoxsa indiki dərsdədir, yadıma düşmüşəm. Məsələn, tutaq ki, belə bir dənə rəqəmimiz var. Deyir, x böyükdür. X kiçik bərabərdir 3-dən deməyib 5-dən, böyük bərabər mənfi 1-dən də böyükdür. Mənfi 1-dən böyükdür deyir x. 3-dən də kiçikdir. Bunu necə yazıram? Bax, x ortadadır, bilmirəm. Mənfi 1-dən böyük, mənfi 1 babladır. Özdə içi boş olur. Altında yoxdur axı xətti. 5-dən də kiçik. 5-in də içi belə olur. Yəni, x mənfi 1 ilə 5-in arası bu formada. Aydındır. Məsələn, deyirik ki, mənfi 2 kiçik bərabərdir x, kiçikdir 3. Belə deyək. Kiçikdir 3. İndi bunu necə yazırıq? Bunu necə yazırıq? Məsələn, yazırıq belə. Mənfi 2-dən kiçik, özə mənfi 2 dairəyə alınmış şəkildə. X də 3 də boşluqda. Və bunların aralığındadır x. Aydındır. Sual olan var, asan mövzudur. Bir dənə sadəcə bu hissələri yadınızda saxlayın. Sualı olan var dərs barəsində? Yoxdur. Bugünkü dərsimiz bu qədər.